Bugünkü mövzumuz yeniyetmələrdə imtahan həyəcanı və psixoloji dəstəyin önəmindən danışacağam. Bu günləri artıq imtahanlara az qalıb və şagirdlərin və abituriyentlərin və valideynlərin maarifləndirilməsi üçün bu mövzuya toxunmaq istədim. İlk öncə yeniyetməlik dönəmindən danışmaq istəyirəm. Bildiyimiz kimi yeniyetməlik dönəmi ən çətin dönəmlərdən biridir. Demək olar ki, bu krizis dönəmi kimi də adlandırılır. Bu dönəmdə yəni hormonlarda dəyişikliklər baş verir, orqanizmdə bir sıra dəyişikliklər baş verir. Eyni zamanda fərdin şəxsiyyət kimi formalaşması dövrü başlayır və artıq həyata daha çox aydınlanmalar yaşayır yeniyetmələr. Və hər yeniyetmə bunu bir cür keçirdir. Bəziləri daha göz önündə olmağa çalışırlar, daha çox diqqət mərkəzində olmağa çalışırlar. Bəziləri isə daha çox özlərinə qapanırlar, gözə görünməz olmağa çalışırlar. Bununla yanaşı bir sıra psixoloji pozuntular da özünü göstərir. Məsələn, aqressivlik daha çox artır, dərslərə qarşı laqeydlik yarana bilər, valideynləri ilə, digər ailə üzvləri ilə, dostları ilə sosial münasibətlərdə bir sıra problemlər yaşaya bilərlər və bunun da üzərinə imtahan gəldikdə artıq yeniyetmələr üçün daha bir ağır dönəm olur. Bunu təşviş, həyəcan, stres yaşayırlar. Çünki imtahan onların gələcəyi üçün çox önəmli bir addımdır. Əslində burada onların bir növ stres yaşamaları təbii haldır və bu normaldır. Hətta onların uğur qazanması üçün bu hal çox vacibdir. Çünki onlar diqqətlərini cəmləməsi üçün, motivasiyalarını artırması üçün bir növ həyəcan yaşamaları təbiidir. Lakin bəzən belə olmur. Şagirdlər həyəcanlarını kontrol edə bilmirlər. Həyəcan həddən artıq çox olur. Bu zaman onlara uğursuzluqlara düçar olurlar. Öz potensiallarını tam olaraq ortaya qoya bilmirlər imtahan zamanı və özgüvəni, özünü qiymətləndirmə aşağı düşür. Eyni zamanda bir çox fiziki simptomlar da özünü göstərir. Məsələn, əllərin əsməsi, tərləməsi, əllərdə, ayaqlarda titrəmə, ürək bulanma, baş gicəllənmə, eyni zamanda qarın ağrısı kimi simptomlar onlarda müşahidə olunur imtahan zamanı. Bu isə onların nəticələrini çox mənfi təsir göstərir. Artıq imtahan zamanı onlar diqqətlərini cəmləyib özlərini suallara düzgün cavab verə bilmirlər. Bunların qarşısını almaq üçün təbii ki, ilk öncədən psixoloji dəstək almaq çox önəmlidir. Burada valideynlərin rolu çox böyükdür. Yəni bildiyimiz kimi imtahandan öncə sınaqlar olur. Bu sınaqlara qatılmaq təbii ki, çox önəmlidir. Artıq şagirdlər burada öz zəif tərəflərini görə biləcəklər. İmtahanda, sınaqda artıq nə dərəcədə həyəcanlandıqlarını və yaxud da hansı mövzularda daha çox çətinlik çəkdiklərini burada özləri müşahidə edirlər. Valideynlər də təbii ki, burada onlara böyük vəzifə düşür onlara ki, uşaqlarını düzgün yönləndirsinlər. Əgər onlarda imtahan həyəcanı varsa, həyəcana görə onların nəticələri aşağı düşürsə, potensiallarını tam olaraq ortaya qoya bilmirlərsə, onlara psixoloji olaraq yardım göstərilməsinə dəstək olmalıdırlar. Çünki psixoemosional sferanda burada qorunması çox önəmlidir. Bəzən bu həyəcan təşviş keçirən şagirdləri əslində iki qrupa ayrılırlar. Birinci qrup olan şagirdlər, onlar imtahan başlayana qədər həyəcan keçirdirlər. İmtahan başlandıqdan sonra artıq onlar həyəcanlarını kontrol etməyi bacarırlar və suallara diqqətlərini verirlər. Bu onların nəticələrinə mənfi təsir göstərmir. Digər qrup şagirdlərdə isə bu belə olmur. Hətta onlar imtahan başladıqdan, hətta nəticələr elan olunana qədər onlarda bu simptomlar, bu həyəcan müşahidə olunur. Təbii ki, bu mənfi bir haldır. Onların nəticələrinə mənfi təsir göstərir. Eyni zamanda daha çox məsələn gündəlik həyatlarının motivasiyası aşağı olan, daha çox depressiyaya meylli olan, həyəcan təşviş yaşayan şagirdlərdə
onlarda imtahan həyəcanı müşahidə olunur. Eyni zamanda diqqətini cəmləmək problemində yaşayır şagirdlər. Məsələn, imtahan zamanı suallar doğru deyil, hansı sual doğru, cavab doğru deyil, hansı sual yanlışdır. Bu kimi suallarda onlar diqqətləri dağınıq olduqlarına görə bu sualları hər zaman onlar səhv yaşanır. Yəni müraciət edən pasientlərimizdən hər zaman görür ki, bu suallara diqqət yetirə bilmirlər. Artıq imtahandan sonra baxırlar ki, bu sualı bilirdim, ancaq diqqətimi cəmləyə bilmədiyim üçün bu suallara səhv cavab yazdım. Məsələn, bunların da imtahandan öncə bir psixoloji konsultasiyadan keçməsi faydalı olardır. Eyni zamanda daha bəzi şagirdlər var ki, onlar daha çox çalışmağa meyllidirlər, daha çox onlar hər şeyin ən yaxşısını etməyə çalışırlar və onlar istədiyi nəticəni əldə edə bilmədikdə bir növ panikaya düşürlər, uğursuzluqlara artıq nəticələrində uğursuzluqlar yaranır. Bu kimi şagirdlərin də psixoloji konsultasiya dəstəyi alması faydalı olardı. Təbii ki, burada ən böyük önəm valideynlərin üzərinə düşür. Çünki bəzən valideynlər övladlarına psixoloji şiddət uyğulayırlar ki, imtahandan keçməsən biz biabır olacağıq, sənə filan qədər pul xərcləmişəm, sənə baxın, axşamınız xeyir Roza xanım. Mən danışıram, qeyd edim, əgər suallarınız varsa, suallarınızı ünvanlaya bilərsiniz. Canlı yayın müddətində sizin suallarınızı cavablandıracağım. Baxım, hələ ki sual yoxdur. Dəqiqə. Aha, hələ ki sual yoxdur. Harda qalmışdım, davam edeyim. Bəli, valideynlərin dəstəyi çox önəmlidir. Burada psixoloji şiddət övladlarına psixoloji şiddət uyğulayırlar və bu zaman artıq onlarda həyəcan, qorxu, stres yaranır və nəticələrinə mənfi təsir göstərir. Eyni zamanda uşaqlarda bəzən valideynlər öz uşaqlıq arzularını, öz yiyələmək istədikləri ixtisasları övladlarına ötürürlər. Lakin bu düzgün deyil. Valideynlər çalışmalıdırlar ki, onların öz şəxsi keyfiyyətlərinə diqqət yetirsinlər, öz deməli maraqlarını, arzularını kəşf etməyə köməklik göstərsinlər. Bu zaman daha uğurlu nəticə əldə edə bilərlər şagirdlər, daha imtahanlarda daha yaxşı nəticə göstərir. Həm də eyni zamanda onların gələcəkdəki ixtisas seçimləri üçün də bu önəmlidir. Daha sonra təbii ki, hər bir valideyn istəyir ki, övladı yüksək nəticə göstərsin imtahanda, lakin gözləntiləri çox olur. Lakin nəzər yetirməlidir ki, şagirdin sağlamlığı və xoşbəxtliyi hər şeydən önəmlidir. Cəmiyyətin də burada rolu çox böyükdür. Uşaqlar, əsasən yeniyetmələr, onların cəmiyyətdə tutduqları rol onlar üçün çox önəmlidir. Öz həmyaşıdları arasında tutduqları rol çox önəmlidir. Onlar qınanmaqdan, qəbul edilməməkdən onlar üçün ağırdır. Hətta imtahan sonrası bəzən çox eşidirik ki, bəzi intihar halları baş verir. Yəni valideyn və cəmiyyətin rolu burada çox önəmlidir. Buna görə də valideynlər çox diqqətli olmalıdırlar. Bəzən valideynlər daha tez nəticə almaq üçün dərman preparatlarına da müraciət edirlər. Lakin bu dərman preparatına müraciət etməmişdən qabaq bir əvvəl psixoloji dəstəyi almalar daha önəmlidir. Çünki dərman burada müəyyən bir yerdə sakitləşdirmə verir və hətta imtahana yaxın dərman qəbul etmək düzgün deyil, çünki sinir sistemini tormozlayır. Yəni şagird üçün də bu mənfi haldır. Yəni daha çox yuxululuq verir, sinir sistemini tormozlayır. Ancaq düşüncələri onlar dəyişmir. Sadəcə bir müddətli sakitlik verir. Bundan sonra yenidən artıq bu həyəcan baş qaldıra bilər. Amma psixoterapiya metodları ilə onların düşüncələri daha sağlam düşüncələrlə əvəz oluna bilər. Daha sağlam, daha yeni düşüncələrlə əvəz oluna bilər. Baxın, burada suallarınız varsa, zəhmət olmasa suallarınızı ünvanlayarsınız. Onları cavablandıraram.
Mən davam edim. Bəzən valideynlər şagirdlərin bildirirlər ki, yəni bütün günü dərs oxumalısan. Biraz şagirdi boş görən kimi deyirlər ki, niyə dərs oxumadın? Bütün günü dərs oxumalısan, get dərsinlə məşğul ol. Məsələn, qıraq bir şeylərlə məşğul olanda, yəni bu sənə lazımdırmı? Sən indi dərs oxumalısan kimi fikirlər səsləndirirlər. Bunlar düzgün deyil. Əsas burada faydalı iş əmsalı yüksək olmalıdır. Şagird dərs oxuduğu qədər də eyni zamanda dincəlməlidir. Onun öz hobbiləri varsa, onlarla mütləq məşğul olmalıdır. Bu da həm eyni zamanda onun həyəcanı, stressini azaldacaq. Bundan sonra yuxu rejimi mütləq çox önəmlidir. Sağlam qida, yəni yuxusuzluq və sağlam qida, yəni həyəcanı, stressi artıran səbəblərdəndir. Bəzən şagirdlər gec saatlara qədər dərslə məşğul olurlar. Yəni onlar daha çox gün ərzində bunu etsələr daha faydalıdır. Yəni gecə yuxusunu almaq çox önəmlidir. Daha sonra zamanın düzgün idarə edilməsi burada çox önəmlidir. Həm imtahandan əvvəl, həm də imtahan zamanı. Bəzən şagirdlər imtahan zamanı daha çətin suallardan başlayırlar və bu onların zamanını çox alır. Daha çox diqqətlərini çətin suallara yönəldirlər və bu isə onların zamanını düzgün bölüşdürə bilmirlər. Daha çox çətin suallar onların zamanlarını daha çox alır, digər suallara vaxt qalmır. Eyni zamanda imtahandan əvvəl də öz planlarını düzgün hazırlamalıdırlar. Gündəlik hansı mövzuları oxuyacaqlar, nə qədər zaman vaxt sərf eləyəcəklər bu mövzuya. Bəzən şagirdlər bütün günü kitabı qarşısına qoyur, ancaq ortada heç bir nəticə yoxdur. Diqqətlərini cəmləyə bilmirlər, zamanlar da boşa gedir. Buna görə də öncədən planın cızılması, gündəlik hansı mövzularına, hansı dərslərə yönəlmək önəmlidir. Burada sual var. Abituriyentlər imtahan ərəfəsində nələrə diqqət etməlidirlər? Əsasən, məsələn, həyəcan, stres yaşayan abituriyentlərdə nəfəs texnikaları çox önəmlidir. İmtahan zamanı, ya imtahandan əvvəl bir neçə müddət bununla məşğul olmaq həyəcanı, stresin azalmasına səbəb olur. Yuxu rejiminə əməl etməlidirlər, düzgün qidalanmağa əməl etməlidirlər, diqqətini cəmləməyə, eyni zamanda daha sonra bayaq qeyd etdiyim kimi zamanın düzgün idarə edilməsinə diqqətlərini yönləndirməlidirlər daha çox. Başqa suallarınız varsa? Burada sual var. Övladlarınız arasında dərslərlə bağlı müqayisə doğrudurmu? Bax, bacın nə yaxşı oxuyur, amma sən tənbəlsən. Xeyr, təbii ki, bu çox yanlış bir fikirdir. Valideynlərin daha çox burada çox böyük səhvlər buraxırlar. Övladların daim digər övladları olsun, digər uşaqlar olsun, onlarla müqayisə edirlər. Yəni hər bir uşağın öz potensialı var və valideyn onun o potensialını kəşf etməli, bilməlidir ki, mənim uşağım buna qadirdir, bu qədər oxuya bilər. Ola bilər ki, hər iki övlad arasında biri daha çox potensial daha çox yüksəkdir, onun daha çalışma qabiliyyəti daha çoxdur, daha çox diqqətini verir, daha yaxşı nəticələr göstərir. Digəri isə biraz ondan zəifdir. Təbii ki, bu onun valideyn bunu özlüyündə bilsə də övladları arasında bunu müqayisə etməsi doğru deyil. Əksinə onları daha çox motivasiyalandırmalıdır, daha özünə inamını, öz güvənini daha çox artırmalıdır. Başqa suallar varsa, suallarınız zəhmət olmasa ünvanlayın. Canlı yayım müddətində mən bunları cavablandırırım. Valideynlərə tövsiyələrimiz. Burada valideynlərin üzərinə böyük
yük düşür. Çünki onlar bəli, onlar övladlarından gözləntiləri böyükdür. İstəyirlər, hər bir valideyn istəyir ki, övladı universitetə qəbul olsun, gələcəyi parlaq olsun. Lakin onların sağlamlığını, xoşbəxtliyini hər şeydən önəmlidir. Daha çox onların özgüvənlərini, motivasiyalarını yüksək tutmağa çalışmalıdırlar. Onların nəinki psixoloji şiddət uyğulamaqla sən imtahandan keçməsən biz biabır olacağıq, sənə filan qədər pul xərclədim, bizim əziyyətimizi yerə vuracaqsan kimi, nəinki bu kimi fikirlərlə daha çox motivasiya verməlidirlər övladlarına, onların özgüvənini, öz dəyərini qaldırmaq üçün onlara dəstək olmalıdırlar. Başqa qızımın imtahanda tələsir. Bəli, bu da şagirdlər arasında tez-tez rastlandığımız hallardan biridir. Tələsir və artıq bəzən belə olur ki, şagirdlər düzgün bildiyi suallara da buna görə səhv cavab verirlər. İmtahandan sonra görürlər ki, ay mən bu sualı bilirdim. Ancaq tələsdiyim üçün düzgün yaza bilmədim. Psixoloji konsultasiyalar vasitəsilə bizim imtahan öncəsi psixoterapiya vasitəsilə bunu aradan qaldırmaq olur. Təbii ki, hər bir şagird üçün çox önəmlidir imtahandan öncə bir psixoloq konsultasiyasından keçməyi. İmtahanda uğursuz nəticə toplandıqları zaman valideynlər övladlara necə yanaşmalıdırlar? Bəli, bu az öncə də qeyd etdiyim kimi, bəzən imtahandan sonra intihar hallarını tez-tez eşidirik. Artıq bu valideynin, cəmiyyətin qınağı, şiddəti abituriyentlərdə bu kimi halların yaranmasına səbəb olur. Valideynlər də başa düşməlidir ki, artıq bu imtahan həyatın sonu deyil. Yəni yenidən gələn ildə hazırlaşıb imtahana qatıla bilər. Daha çox onlara dəstək olmalıdırlar, daha çox motivasiya verməlidirlər, nəinki övladlarını qınamaq, onlara şiddət uygulamaq. Az öncə də qeyd etdiyim kimi, uşaqların sağlamlığı və xoşbəxtliyi hər şeydən önəmli üstün tutmalıdırlar. Müəllimlər də ayrı seçkilik qoyub uşaqlara depressiyaya salırlar. Bəli, müəllimlər, bəli, bu da çox rastlanan hallardandır. Ümumiyyətlə uşaqları ayrı seçkilik qoymaq ən əsas da həmin dönəmdə, imtahan dönəmində onlara ayrı seçkilik qoymaq, müqayisə etmək düzgün deyil. Təbii ki, müəllimlər də bunu nəzərə almalıdır. Başqa suallarınız yoxsa yavaş-yavaş canlı yayımı yekunlaşdırmaq istəyirəm. Təşəkkür edirəm izlədiyiniz üçün. Gələn həftə yeni mövzu ilə yenidən qarşınızda olacağam. Təşəkkür edirəm hər birinizə. Gecəniz xeyrə qalsın.